Azərbaycan Xalq Parlamentinin millət vəkilinin andı. Mən Azərbaycan Xalq Parlamentinin millət vəkili olaraq təntənəli surətdə and içirəm. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və konstitusiyon prinsiplərini qoruyacaq, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, onun iradəsini ləyaqətlə və dürüst təmsil edəcək, parlamentin nizamnaməsinə və qəbul etdiyi qərarlara ciddi riayət edəcək, qanunun aliliyini, ədalət və dövlətçilik prinsiplərini uca tutacaq, parlamentin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməyəcək, parlamentin birliyini qoruyacaq və onun bölünməsinə yönəlmiş hərəkətlərin qarşısını alacaq, parlament fəaliyyətinə dair qanunla və nizamnamə ilə məlumatların məxfiliyini saxlayacaq, öz vəzifə borcumu vicdanla, qərəzsiz və məsuliyyətlə yerinə yetirəcəyəm. Andıma sadiq qalacağıma Azərbaycan vətəndaşları qarşısında namusum və şərəfim üzərinə and içirəm. Dəyərli dostlar, dəyərli həmkarlarım, mən bugün məkanı cənnət olsun, dahi Əbülfəz Elçibəyin azadlıq aşiqinin bir sözünü demək istəyirəm. Bəziləri bu sözü özünə çıxmışdı, güya bunlar deyiblər, amma bu biz hamımız bilirik ki, Əbülfəz Elçibəyə aiddir. Mən fəxr eləyirəm ki, mən Azərbaycanlıyım. Sağ olun, var olun dostlar.